dənə də sizdən xahişim var, kiçik qardaşınız kimi. Xahişim də budur ki, moizə eşidəndə hamı burada oturanlar özünə aid eləsin. Hamı özünə aid eləsin, yanındakına yox. Moizə bunun üçündür ki, mən öz eyiblərimi üzə çıxardım, başqalarının yox. Yoxsa buradan geçsin, aparsın diski qoysun həyat yoldaşının qabağına desin, bax gör nə deyir. Gördün, sənə nə deyir? Elə bil buna danışmayıb. Onu hamı deyir, gedim göstərim, görüm ki, bu ağıllansın. Elə bil özü imam övladıdır, özü ağıl dəryasıdır, qarşı tərəfdədir hər şey. Belə yanaşmayaq biz moizəyə, xütbəyə. Gedəsən, gördün filan kəs nə dedi, eşitdin nə dedi. Ona aid olan sözləri əzbərləyir, gedir onun qabağına qoyur. Elə bilir ki, söhbət onun üçün idi. O buna desin, bu da ona desin, qadınlar da elə. Kişiyə deyir, həyat yoldaşına deyir, gördün nə dedi, gördün sənə aid idi. Tuba limən şəğələhu aybuhu an uyubin nas. Xoş o adamların halına ki, öz eybi ilə məşğul olmaq, onu başqalarının eybi ilə məşğul olmaqdan saxlayır. Bu hədisi elə mahnı kimi demişdim, oxuya bilərsiniz. Tuba limən şəğələhu aybuhu an uyubin nas.